Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 5-ci siniflər üçün BSQ 1-dən olan ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Faydalı videoların davamı üçün kanala abunə olmağı unutmayın. Birinci sualdan başlayaq. Bir də bizdən to be-nin düzgün formasını istəyir. Bilirik ki, he, she'də feildən, yəni ismi xəbər olduğu zaman is istifadə olunur. Ona görə bir də olduğu A variantı. I-də am-dir, he, she'də is idi. İkinci sualda is your best friend's name dostun adını soruşur. What is your best friend's name deyərək əgər adı soruşuruqsa biz sadəcə what istifadə edirik. Üçüncü sualda düzgün əvəzliyi formasını bizdən istəyəcək. My name-də is olardı. Ona görə A yanlışdır. I am olur. B gedir. C-də problem yoxdur. D-də xəbər yoxdur. Ona görə C doğru cavabdır. My name is Anna and I am 12 years old. Dördüncü sualda düzgün formanı istəyir. Deməli, is he from Azərbaycan? Are he C-də olmur. He-dən is olur. He are olmur. He is from sual formasında is qabaqda olmalıdır. Yəni B-dəki kimi. Doğru cavab B variantı. Aşağıda düzgün formanı istəyir 6-cı sualda. Deməli, hansı deyir ki, milləti təmsil edir? Table masadır, language dildir, school məktəbdir, Turkish türk dili və ya türk milləti cavab 5-də oldu A variantı. 7-ci sualda kafe sözünün hardan gəldiyini soruşur. Kafe fransız sözdür. Cavabımız C variantı olacaq. 8-ci sualda stilt house soruşur. Kitabda bu vardı. Hansı ki evlərdir, taxta dirəklərin üzərində qurulmuşdu. B doğru cavabdır. 9-cu sualda düzgün sual formasını istəyir bizdən. Does she go to school? Düzgün sual forması B variantı. 10-cu sualda homes can be different around the world. Cümlənin mənası evlər dünyada fərqli ola bilər. Ona görə doğru məna baxımından cavabımız olur B variantı. 11-ci sualda to have-in düzgün formasını istəyir. My family bütöv ailəni nəzərdə tutur deyə have istifadə edərək, yəni A variantı. 12-ci sualda do you have a pen? Qələmin varmı? Yes, I do. Sualımız do-dan verilib deyə cavab do-dan qayıtmalıdır. Yəni B variantı. 13-də activity fəaliyyətdir. Gördüyümüz işlərdir. Əyləncə ola bilir bu. Bir də B düz gələr. Cellphone telefondur. Əldə tutulan telefon. Clothes paltar. Geyinməkdən bunu bilmək olardı. 1B, 2C olan cavab Y variantı. 14-də daha doğrusu 15-in birincisində mətndir. Bizdən mətni soruşur. Deməli, Coşun evində kim yaşayır? Coş, nənəsi, babası. Həmin hissəni sizə göstərirəm. Salam, mən Coş. Nənə, baba ilə yaşayır. İkinci sualda Alex harda yaşayır? Onun əmisi uşağı yazır. Bu da have a cousin. United Kingdom, yəni Birləşmiş Krallıqdadır. Ona görə cavabımız olur 2-də A. 3-də itin adı nədir Coşun? Burada deyir, altına xətt çəkək. Pepe və Casdır. Deməli, B variantı üstdə. 4-cü sualda neçə nəfər yaşayır onunla? 2 nəfər nənəsi və babası idi. Cavabımız olur 2, yəni A. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.